Salam dəyərli izləyicilər, Bakı məktəblərinin birində qoçu peyda olub və deyilənə görə hər gün öz məktəb yoldaşlarını döyür. Bu hadisə Bakıdakı 271 nömrəli orta məktəbdə qeydə alınıb və görüntülər də sosial şəbəkələrdə yayılıb. Məktəbdən isə çox maraqlı açıqlama veriblər, bildiriblər ki, deməli 2 nəfər 9-cu sinif şagirdi müvafiq səbəbdən şagirdlərin ad soyadı açıqlanmır, onların arasında münaqişə olub. Şagirdlər, müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verilməyib. Yəni, şagirdlər yeyib dava eləyəndə direktora deməlidirlər ki, biz gedirik dalaşmağa. Video görüntü sosial şəbəkələrdə yayılandan sonra biz necə xəbər tutmuşuqsa, məktəb rəhbərliyi də o qaydada xəbər tutub və ən maraqlı məqamlardan da biri odur ki, deyir, fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb. Gələn səfər elə döysün ki, gərək xəsarət də olsun. Məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb, həmçinin hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.